Biz xanımların əziyyətinə, zəhmətinə heç vaxt dəyər verməyirlər. Nəyə görə? Çünki bunu yenidən anladım bu günləri. Yeməyi neçə saatlarla bişirərsən, hazırlayarsan, gətirib qoyarsan, ya duzu az olar, ya duzu çox olar, ya istiotu çox olar, ya yağı çox olar, ya yağı az olar, ya da ki, əti bişməmiş olar. Bu günlərdə o günlərdən biridir. Bu sözü mənə kim dedisə, yorumlarda yazarsınız, görək sizdə də kimlər deyir bu sözləri. Nəhayətində də bu yeməyi özümdən icad elədim. Çünki bu günləri yazdım. Sağ olsunlar, çox adam deyəsən badımcanı sevmədiyinə görə heç bir resept vermədilər. Mən də özümdən belə bir şey uydurdum. Çox vaxt özüm elə belə şeylər uydururam. Nəyə görə? Çünki hər hansı bir reseptlə bişirməyi sevmirəm. Çünki ya artıq eləyirəm, ya çox eləyirəm, ya az eləyirəm. Çünki onda dadlı olur. Nəysə, bu günlərdə belə bişirdim. Evdə badımcan var idi. Gözünə də soğan qoşdum, biber qoşdum, pomidor qoşdum və biraz da ət qoşdum. Çox da ləzzətli oldu. Sonda da hamı bəyəndi, amma bəzən də oldu ki, bir-iki söz də dedilər. O da ki, dadı duzudur deyərdim. Burada da ki, taxtanı qoysam ki, göyəm taxta ilə doğrayım, sonda da əlimlə doğradım. Nəhayətində gözəl bir yemək alındı. Yeyənlərə nuş olsun, izləyənlər də xoş olsun. Gələn vloqlara qədər hələlik. Bəyəndinsə takib etməyi də unutma.